Qədim Bakının köhnə kitabxanasında zaman sanki donmuşdu. Toz dənəcikləri günəş şüasında rəqs edirdi. Əli nəsə axtarırdı, çox xüsusi bir şeyi. Və budur, Ayşə və Zərifə onu gözləyirdi. Masada isə o kitab var idi. Kitabdan zəif bir işıq gəlirdi. Sanki canlı idi. Əli kitabı açdı. Amma səhifələr boş idi. Necə ola bilər? Zərifə ona qədim bir qələm verdi. Əli yazmağa başladı. Kitabxana meşəyə çevrildi. Və möcüzə baş verdi. Divarlar yox oldu, hər yeri yaşıl ağaclar bürüdü. Lakin birdən kolluqdan qorxunc bir kölgə çıxdı. Bu bir canavar idi. Uşaqlar qorxdu. Əli tez qələmi götürdü və yazmağa davam etdi. Sözlər parıldadı, inanılmazdır və canavar bir dosta çevrildi. O qorxunc canavar şirin bir küçüyə döndü. Sehir bitdi, meşə duman kimi çəkildi və onlar yenidən kitabxanada idilər. Bu macəranı heç vaxt unutmayacaqlar.